Sarımsağını da vurduk. Yok. Bəli, bəli. Bunun tərkibinə niyə biz bir çay qaşığı siləmə un vurduq? Süzmənin tərkibində olan suyu, qaymağın tərkibində olan suyu yığır. İndi bunun bu cürə duru olmağına baxmayın. Birazdan indi görəcəyik ki, bu necə qatılaşacaq. Biz onu servis eləyəndə. Bitdi. İndi zəhmət olmasa, bir dənə mənə icazə verin. Haydari. İndi soyuyacaq, dadına baxacaqsınız. Oradan o bizim qəşəng belə sunum tareykaları var, içi şəkilli. Arkada içi güllülər var. Azca şüydünü vururuq. Həyatın bir yanı olur da, çox qəşəng alınır. Əla. 2 dənə yerə qoyacaq. Yəni, duz zad vurmuruq. Ona ehtiyac yoxdur. Süzmənin tərkibi duzlu olur. Ola bilər, süzmə olmasın. Marketlərdə qaymaqlı şor var. Ondan istifadə eləyə bilərsiniz. Yəni, ayca, yox, yapışmıraq, xaric. Dadı indi görəcəksiniz, qalacaq masada biz bu mısırlarda hazırlayacağıq. Bunu bitirən kimi keçirik badımcana. Özə fikir verin. Bax, bunu niyə mən... Belə. Dağıtmışam. Daha indi üzürlü sayında. Bunu baş sonunda bu yağı görün bax. Akuratını. Все. Neyinirik? Bu dəqiqə restoranlarda ən xod gedən əzmələrdən, süzmələrdən, yəni məzələrdən biridir. Sonra dalıca gələcək badımcan əzməsi. Eyni qayda, bu başqa cür olur, amma çox möhtəşəmdir. İndi hazır. Bunu qoyuruq ora masaya.